Herkese salam, kanalıma hoş gelmişsiniz. Jurnalist Səidə Bəkirqızı Rəqsanə İsmayılovaya canlı yayımda dediklərinin hər birinin sübutunu edəcəksən, yoxsa məhkəmədə görüşəcəyik və dediklərin hər bir sözə görə cavab verəcəksən açıqlamasında qeyd edib. O həmin görüntüləri sosial şəbəkəsində də paylaşıb. Həmin görüntüləri sizlərə təqdim edirəm. Cümlə hamısının cavabını verəcək mənə. Mən bu məsələni nəyəsə görə ona bağışlasam, atamın verdiyi çörək mənim haram-haram xoşum olsun, anamın südü mənə haram-haram olsun, mən kiminsə xatirinə ona bu məsələni keçsəm, məndən alçaq adam yoxdur həyatda. Analiz etmişdim, analiz edərdiniz mənə. Heç kim məni, heç kim. Deyirəm də, 100.000 təzminata, 100.000 təzminata nədən danışıram ha? Mən onu heç vaxt bağışlamaram, heç vaxt. Və o etdiyi hər şey üçün, danışdığı hər söz üçün sübutunu eləyəcək və ortalığa qoyacaq vaxtını. Bu qədər bəs. Heç kimin başı üçün deyil ha. Ki mənim haqqımda yalan informasiya yaysın, heç kimin başı üçün deyil.